Maliyyə Nazirliyi vahid xəzinə hesabının milli valyutada olan 1 milyard manatlıq sərbəst qalığını 3 ay müddətinə 7,1% orta faizlə yerli banklarda depozitə yerləşdirib. Qeyd edilir ki, bu Azərbaycanda yeni yanaşmadır və dövlət büdcəsinə əlavə daxil olmaların formalaşdırılması istiqamətində addımdır. Axar az məlumat verir ki, qərarın önəmi dövlət büdcəsinə əlavə gəlirlə yanaşı həm də seçimdə yerli banklara üstünlük verilməsidir. Deyək ki, depozit sistem əhəmiyyətli 4 banka yerləşdirilib və bu da yerli bankların imkanlarını genişləndirir. Mövzu ilə bağlı saytı açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu addım bank sektorunda likvidliyi artıracaq və vəsaitlərin daha səmərəli idarə edilməsinə xidmət edəcək. Bu addımla banklarda kiçik müddətli 3 aya qədər olan kreditlərin də faiz dərəcələrində müəyyən dəyişikliklər, yəni enmələr ola bilər. Əslində sərbəst vəsaitin iqtisadiyyatda dövr etməsi çox yaxşıdır. Yəni həmin məbləğ dövriyyəsiz qalmaqdansa dövr etməsi, iqtisadi üstünlüklər qazandırması təbii ki, müsbət yanaşmadır. Qeyd edək ki, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsinə məqsəd ilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit həracı təşkil edib. Həracın nəticələrinə əsasən vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda 3 ay müddətinə 7,1% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.